Axşamınız xeyir olsun əziz və dəyərli izləyicilər. MTV kanalının Geriyə Baxanda verilişinin tamaşaçıları hamınızı salamlayıram. Əslində bugün elə bir qonağım var ki studiyamızda. Biz onun bax belə təqdimatı ilə böyümüşük, onun filmləri ilə böyümüşük. O qədər çox sevirdik ki o xanımı. İndi də çox sevirəm. Qəlbinin ən gözəl yerində həmin o xanımın yeri var. Söhbət Respublikanın xalq artisti, sevimli aktrisamız Həmidə Ömərovadan gedir. Xoş gəldiniz, axşamınız xeyir olsun. Axşamınız xeyir, xoş günün olsun. Sizi bir dəfə verilişə dəvət edəndə də yəqin ki, sizi belə təqdim eləmişdim. İnsan böyüyür, amma onun yaddaşında olan o izlər heç vaxt silinmir də. Yəni, bizim yaddaşımızda siz elə qalmışsınız. Hər həftənin şənbə günü gözləyirdik ki, Həmidə xanım çıxacaq və bizə yeni film təqdim eləyəcək. Və o qədər belə o filmi səmimiyyətlə, doğmalıqla bizə təqdim eləyirdiniz ki, biz sizi sevirdik. İllər keçib, amma heç dəyişməmişsiniz. O gözlərinizin... Bu artıq komplimentdir. Yox, vallahi gerçəkdən elədir. Gözlərinizin rəngi, o gözlərinizin o saflığı, gözəlliyi, nəyə desən dəyər. İllər keçsə də gözlər dəyişmir. İnsanın üzündə bəlkə ifadələr dəyişir, insanın üzü dəyişir. Amma ki, gözləri heç vaxt dəyişmir. İnsan necə doğulubsa, o gözlərin quruluşu həmişə elə qalır və indi yenə də o gözəlliyiniz üzərinizdədir. Xoş gəldiniz. Çox sağ ol əzizim, çox sağ ol. Bir də səs dəyişmir. Səs də dəyişmir. Səs də qocalmır. Həmidə xanım, bu yaxınlarda doğum gününüz olub, aprelin 25-i. Sizi doğum günü münasibəti ilə təbrik eləyirəm. Çox sağ ol, çox sağ ol. Arzu edirəm ki, uzun-uzun illər yəni sağlam və gözəl həyat yaşayasınız. Təşəkkür edirəm. Və sizə istədim ki, bir hədiyyəmiz olsun. Bəli, Həmidə xanımın bu yaxınlarda doğum günü oldu. Əslində verilişi daha tez çəkmək istəyirdik. Sadəcə olaraq uzana-uzana gəldi. Bugünə təsadüf etdi. Doğum gününüz mübarək olsun. Təşəkkür edirəm. Bu Line Francesco'dan sizə ətir hədiyyəmizdir. Çox gözəldir və Avropadan gətirilib. Özəlliklə sizin üçün hazırlandı. Və istəyirsiniz açıb göstərə də bilərsiniz. Baxın, bəyənəcəksiniz. Hədiyyəni sizə hazırlamışıq. Təşəkkür edirik Line Francesco'ya. Bax, gördüyünüz kimi orijinal, sizə uyğun bir hədiyyədir və inanıram ki, bəyənəcəksiniz. Amma açın, işlədin, xahiş edirəm. Heç kimə hədiyyə verməyin. Gözüm qorxub, bir dəfə də məni dəvət eləmişdin verilişə. Gözəl ətir bağışlamışdın. Amma bağışlamağa ehtiyac olmadı. Oğlu onu gözəl işlətdi. Yaxşı eləyib. Oğlunuz işlədib. Çünki bilib ki, ana saxlasa, ana kiməsə hədiyyə verəcək. Ana saxlayır ya da bağışlayır. Saxlayanda bağışlayıram. Təşəkkür edirəm. Line Francesco'ya dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun. Ən gözəl yerlərə istifadə edəsiniz. İnşallah. Bunu arzu edirəm. Doğum günü sizi kədərləndirmir ki? Əvvəllər bir 5-10 ildən qabaq kədərləndirirdi ki, yəni bir yaşda qocalıram. İndi yox. İndi yox. Sadəcə indi həyat daha izah edə bilmirəm. Necə, məsəl üçün, mənim üçün indi məni sevindirmək daha çətindir. Nəyəsə təəccübləndirmək çox çətindir. Məsəl üçün, mənə desələr, deyirlər, təklif edirlər ki, harasa gedək xaricə, qonaq, çox dəvət edirlər filan. Bəlkə də bu qocalığın əlamətidir, bəlkə bu gəncliyimdə can atırdım. Hətta deyən edirəm, 5-10 il bundan qabaq can atırdım nəsə yeniliyən, harasa. İndi onlar yoxdur, indi ac istəyirəm sakitlik. Sakitlik bir də ki, mən öz sevimli işimlə məşğul olum. Bax, budur mənim üçün daha vacib. Öz sevimli işimlə məşğul olun. Amma olmur. Qoymurlar. Niyə qoymurlar? Çağırırlar, dəvət edirlər, tədbirlərə, yoxsa başqa? Verilişlərə çağırırlar, tədbirlərə çağırırlar. Təbii ki, ictimai adam tədbirlərdə də iştirak eləməlidir. Müntəzəm olaraq özü haqqında informasiya da verməlidir. Mən bunları başa düşürəm. Yaşa dolduqca insanın təkliyə ehtiyacı daha çox olur. Oğlunuzla bərabər yaşayırsınız. Oğlunuz ailəlidir. Ailəlidir. Nəvələr varmı? Hələ yoxdur. İnşallah olar. Amma oğlunuzu belə səssiz, sədasız evləndirdiniz, eləmi? Heç hay-küy çıxmadı. Çox böyük səs, sonradan böyük səsi, sədası çıxdı və çox istədiyi qızla
Gəlinimdən çox razıyam, maşallah. Hamıya belə gəlin arzulayıram. Çox sevdiyi, istədiyi qızla evləndi. Hərçəl mənə deyirdi ki, ana 30 yaşına qədər mənə toxunma. Bir də gördüm özü gəldi, dedi ki, bir qız var, evlənmək istəyirəm, dedim evlən. Ailə qurdular və əsas odur ki, bir-birlərini başa düşürlər. Bəli, nə gözəl. Neçə il bundan öncə oldu? 2 il yarım. 2 il yarım. Amma yəqin ki, sadə bir toy elədiniz. Çünki o qədər hər şeyin sadə tərəfinə gedirsiniz ki, yəni təqdimatını belə Həmidə xanım təmtəraqlı istəmir. Sadə təqdimat, sadə, o qədər sadə bir xanımdır ki, əməliyyatsız, botoksuz, yəni o qədər sadə. Yəni ona görə həyat tərziniz də çox sadədir yəqin ki. Çox sadədir. Halbuki böyük təmtəraq içində də ola bilərsiniz də. Niyə? Niyə? O mənası nədir? Təmtərağın içində olmalı. Mənə çatmır. Niyə mən təmtərağın içində olmalıyam? Əgər bu həyat məni belə sadə həyat, yaşayış tərzi məni qane edirsə, niyə mən... Xoşbəxtlik səssiz olur. Xoşbəxtlik, mən hesab edirəm ki, mən öz aləmimdə xoşbəxtəm. Yəni, başqaları başqa cür görünə bilər. Yəni, əgər mən sakitəmsə, öz sevdiyim peşəmlə məşğul oluramsa, rahatamsa, ona görə mənim üçün bu ən böyük xoşbəxtlikdir. Ən böyük xoşbəxtlikdir. Və həmişə arzu eləmişəm ki, ətrafımda var insanlar, qohumlarımda da var, xəstəlik tapanlar da var. Arzu edirəm ki, can sağlığı, əmin-amanlıq olsun, bir də möhkəm can sağlığı, hər bir kəsə arzulayıram. Bu, inanın, bu ümumi sözlər deyil, bu bir şey deyil ki, yəni ki, hələ belə boğazdan yuxarı deyilən sözlər deyil. Məhz yaşad olduqca başa düşürsən ki, can sağlığı olmayanda heç nəyi arzulamırsan. Nə xoşbəxtliyi, nə təmtərağı, nə bir şeyi. Amma yenə deyirəm, mənim üçün xoşbəxtlik sakitçilikdir, rahatlıqdır. Huzurdur. Huzurdur. Ən başlıcası odur. Həmidə xanım həm də yəni bir neçə işdə çalışır. Eyni zamanda Mədəniyyət və İncəsənət Universitetinin professorudur və daha hansı işlərlə məşğuldur? İstərdim ki, Həmidə xanımın yəni bilinməyən tərəflərini bizə anlatasınız. Yəni daha hansı işləri görürsüz? Ay, Günay, hal-hazırda başım möhkəm qarışıqdır. Xüsusən bu son bir ay ərzində heç cür istəyirdim ad günümə çatdırım. Axır ki, bu da danışmışam efirlərdə ki, kitabım. İndi Kinematografçılar İttifaqının dəstəyi ilə 3 dərs vəsaitim hal-hazırda çapa hazırdır. Tezliklə nəşr olunacaq. Amerika kino tarixi 2 cild və Alman kino tarixi. Alman kino tarixi hələ 25 il bundan əvvəl, amma o vaxt əlifba Kirilcə idi. Kirilcə nəşr olunmuşdu. Onu qanun nəşriyyatı tərcümə elətdirib, latıncaya çevirib, üzərində işlər getdi, redaktor işləri, təbii ki, 25 il bundan qabaq çox olmuş kitabdır, düzəlişlər getdi, onun üzərində çalışıram. Bir də Amerika kino tarixi kitabı 5 il bundan əvvəl çap olunmuşdu, amma indi Kinematografçılar İttifaqının dəstəyi ilə, yaxından köməyi ilə bu kitabların 3-ü də bu yaxınlarda işıq üzü görəcək, onun yəqin ki, təqdim olunma mərasimi olacaq. Siz də çağıracağım, dəvət edəcəm inşallah. Çox məşğulam o kitabların redaktası ilə. Düzdür, qanun nəşriyyatının gözəl əməkdaşları mənə çox kömək eləyirlər. Amma elə şeylər var ki, yəni bu kino tarixini mən artıq 40 ilə yaxında dərs deyirəm. Elə şeylər var. Kinodakı bilirsiniz, hər dəyişilir, yeniliklər var. Onları daxil eləmək lazım gəlir. Dublyajda da fəaliyyət göstərirsiniz? Yox, dublyajda fəaliyyət göstərmirəm. İncəsənət Universitetinin də dərs deyirəm və Kinematografçılar İttifaqının katiblərindən biriyəm. Eyni zamanda mənim televiziyada öz verilişim var, özəl verilişim var. Cinema Plus. Bu Kanal S sinemada olan verilişdir. Retroya tiplidir, amma daha müasir filmlər haqqında informasiya verir də forması tamamilə fərqlidir. Hər həftənin şənbə günü saat 11-də. Həmişəki kimi. Amma onda 12-də başlayırdı. İndi 11-də. O vaxtı da 11-də başlayırdı.
Həmidə xanım, mən bir dəyərli bir insanla görüşdüm, tədbir zamanı idi. Dedim ki, tələsirəm, verilişə gedirəm, Həmidə xanımı çəkəcəm. O da çox hörmətli bir insandır. Dedi ki, Həmidə xanımdan soruşarsan ki, gözləri niyə həmişə qüssəlidir onun? Məndən asılı deyil. Məndən asılı deyil. Hətta mən həddindən artıq sevinəndə də elə bil ki, gözlərim kədərlidir. Yəqin anam məni belə dünyaya gətirib. Ümumiyyətlə kövrəksizmi? Yəni reaksiyalarınız göz yaşı ilə mi büruzə verir özünü, yoxsa yox? Yox, yaşad olduqca çox romantik idim gənclik çağlarımda, kövrək idim. Amma yaşad olduqca bilirsiniz, insan biraz həyatda çox şey görür, müdrikləşir, çox şeyə artıq əvvəlki kimi heyranlıqla və yaxud da ki, o uşaq sadəlövhlüyü ilə baxmırsan, həyatı daha dərindən dərk eləməyə başlayırsan və ona görə də o kövrəlikdən, o sentimentallıqdan demək olar ki, çox az qalır, çox az. Amma elə şeylər var ki, həqiqətən də məni kövrəldir. Məsələn, mən heç vaxt yadımdan çıxmaz, ilk dəfə biz Şuşaya gedəndə, qalib gələndən sonra, Şuşanı bizim ordumuz, cəsur ordumuz alandan sonra, o işğaldan sonra ki, biz getdik Xarı Bülbül festivalına ilk dəfə, orada o keçirdiyim hisslər, onu gərək hiss eləyirdim ki, yəni 30 ildən sonra gəlirsən, öz torpaqlarına qədəm qoyursan, o an çoxları diz çökürdü. Diz çökürdü ki, yəni elə hisslər var ki, neçə yaşında olursa olsun, insanı kövrəldir. Bu anadır, bu torpaqdır. Nə qədər gürültülü səslənsə də bu belədir. Çünki hər insanın həyatı onun ailəsindən başlayır. Bəli. Onun torpağından başlayır. Bayaq mən bir nə barədə fikirləşirdim, elə Amerika kino tarixinin üzərində iş görürdüm. Orada bir filmi təhlil eləyərkən belə bir süjetə rast gəldim ki, insan qocalır, onda köklərinə qayıdır. Nə qədər xaricdə yaşayırsan, nə qədər həyatın komfortlu olursa olsun, hər şeyin var. Amma torpaq çəkir. Deyir ki, ölməyə vətən yaxşı. Torpaq çəkir. Öz insanların, öz mühitin çəkir. Həmidə xanımın hobbiləri varmı? Hazırda bu son, yəni bizim verilişimizdən sonra nələr dəyişib həyatında? Həyatımda çox, sizin verilişdən neçə il bundan əvvəl idi, hiç yadıma salınmıram. Hardasa 2015 bəlkə ola bilərdi, 2017 uzağı. Hə, o vaxtı mən Ata Ocaq serialında çəkilirdim, yadıma gəlir. Ata Ocağı serialında çəkilirdim, 6 il biz çəkildik, çox gözəl, böyük kollektiv vardı. İnansız, indi həmin filmin təkrarı gedir və tamaşaçılar hələ də o filmə baxırlar. Çox böyük səs-küy yaratmışdı və reytingdə çox böyük reyting toplamışdı. Və yəni 6 il mən o serialda çəkilirdim və Gənc Tamaşaçılar Teatrında Nurəddin Mehdixanlı ilə Əli Əmrlinin Hasarın o üzü tamaşasında, Bəhram Osmanovun quruluşunda biz 10 il mən o tamaşada iştirak eləmişəm. Gənc Tamaşaçılar Teatrının aktrisaları da mənim tərəf müqabillərim idi. 10 il həmin tamaşaya getdi, çox gözəl, hər dəfə anşlaqla gedirdi. Yəni ondan sonra da mən Valehin filmlərində, yəni Ata Ocağı filminin ssenari müəllifi rejissorluğa keçdi. 4 film çəkdi komediya və o həmin 4 filmin 4-ündə də mən çəkildim. Evdə qalmış 1-2, sonra onun bütün demək olar ki, proyektlərində iştirak eləmişəm. Yəni kommersiya filmlərində çəkilmişəm. Və deyim ki, məsəl üçün, indi mən çəkiliş meydanı üçün darıxmışam. O qədər biz intensiv çalışırdıq ki, mən Rüfətgilin işgüzarlığına heyran olmuşdum ki, necə eləmək olar ki, səhərdən saat 9-dan axşama, gecə saat 2-yə, 3-yə film çəkəsən, hələ şənbə, bazar günü də həmin filmləri, serialı montaj eləyəsən. Yəni, mən indi bilirəm ki, yəni orta yaşlı adamlar heç vaxt serial çəkə bilməzlər. Bunu ancaq gənclər çəkə bilərlər. Nə qədər böyük qüvvəyə malik olmalısan, gücə malik olmalısan ki, o cür fiziki gərginlikdə işləyəsən, hər gün film çəkəsən.
bu böyük bir yük idi. İnanın ki 6-cı ilin çəkiliş qutarandan sonra mən nə qədər kədərlənirdimsə, bir üzüm ağlayırdı, bir üzüm gülürdü, sevinirdim ki, yəni mən o ağırlıq, o yükü hələ indi də hiss edirəm üzərimdə ki, yəni doyunca istirahət eləyə bilmədim. Amma bilmirəm, yəni deyəndə ki, ondan sonra mən biraz Yayda Sara serialında çəkildim, Oksana Rəsulova gəlin proyektində çəkildim 2 ay. Hal-hazırda da mən yenə də İncəsənət Universitetinin müəllimi kimi fəaliyyət göstərirəm. Diplomçularımla, magistrlara əsasən dərs deyirəm, onlarla məşğul oluram. Bir də ki, televiziyada öz fəaliyyətimi Hüseynova bacıları kimi davam elətdirirəm. Həmidə xanım, ötən həftə Kübra xanımı çəkmişdim verilişə, Kübra Əliyevanın aktrisa. Bu bir təsadüfdür. Bir həftə sonra sizinlə görüşürük. Çox maraqlıdır. Baxmayaraq ki, aradan uzun illər ötüb, amma o filmi yenə də o qədər sevərək izləyirik ki, Şirbalanın məhəbbəti. Maraqlı bir əhvalat yadınızda qalıbmı? İstərdik ki, o illərə dönək və hansısa bir əhvalatı danışasınız. Baxın, Kübra xanımla mən o vaxt çəkilmişəm. Hətta bizim ümumi bir epizodumuz da olub. Pilləkənin başında, pilləkənin çıxanda ki, aydın olur ki, bunun uşaqları var. Şirbalanın 6 uşağı var və o da onun həyat yoldaşıdır. Biz Kübra xanımla elə bir ki, son illərdə çox belə yaxından tanış olmuşuq və onun o qadının xarakterinə, mərdliyinə, o həyatsevərliyinə heyran olmuşam. Yəni nə qədər nikbin ruhlu bir qadındır. Bəli, eynilə. Nə qədər həyatsevərdir. O nikbinlikdən heç olmasa 1% məndə olaydı. Məndə daha çox yorğunluq var. Hərçənd ki, o çox ağır imtahanlarla sınanıb. Bilirəm, elə onu görə deyirəm ki, bütün bunlara baxmayaraq, bütün bu əziyyətlərə baxmayaraq, o qadın mərd qadındır, yəni o nikbinliyini, həyat eşqini qoruyub saxlaya bilib. Mən ancaq alqışlayıram belə qadınlarımızı. Həqiqətən də Azərbaycan qadını çox böyük, şərəfli bir addır. Deyim ki, bizim qadınlarımız çox böyük yük altındadırlar və hər dəfə də onlar öz vəzifələrini məharətlə icra edirlər. Kübra xanımla deməli bizim o filmdən, Şirbalanın məhəbbəti filmindən bir epizod heç vaxt yadımdan çıxmaz. Orada deməli biz indiki Gülüstan sarayını çəkirik. Güya ki, Şirbala ilə mən nigah mərasimindən çıxmışıq, indi faytona minirik və gedirik. Kameranı da operatorlar elə qurmuşdular ağacların arxasında ki, yoldan keçənlər bilməsin ki, film çəkilir də, yəni kameraya baxmasınlar. Gizli kamera ilə bunlar çəkirlər. Mən də oturmuşam, rəhmətlik də Hacı Baba Bağırov oturub yanımda, bir də gördüm, arxadan eşidirəm, 2 qadın gedir, biri gedir. Bu Həmidə Ömərovanın heç ağlı yoxdur. Oğlan yoxdur, gedib qoca kişiyə ərə gedir. Baxdım Hacı Baba müəllimə, baxıb görəm, kişinin rəngi ağappaq var. Mənə baxdı, mən bəyəm qocayam. Deyəm, fikir verməyin, zarafat eləyirlər. Belə zarafat olar. Mən bəyəm, o qədər ürəkdən deyirdi ki, mən bildim ki, yəni o insan özünü cavan hesab eləyir. Həmişə, çünki həqiqətən də cavan ruhlu idi və öz obrazında görürsünüz də necə məharətlə oynayırdı o səhnə. Yayın cırhacırında biz içəri şəhərdə çəkmişik, pəncərədən baxır. Pəncərəni bağlama, bəri gəlin. O səhnəni çəkirik. Bir 7-8 dubl Cəmil Quliyev rejissorumuz. Hər dəfə nəsə alınmırdı. Aktyorda yox, nəsə ya musiqi kəsilirdi, ya yoldan keçən maşınlar kameraya düşürdü, ya tamaşaçılar baxırlar. Hacı Baba o səhnəni 7-8 dəfə oynadı. Həmişə də eyni şövqlə. Elə bir cavan oğlan idi, pilləkənlərin üstündə. Rəqs eləyirdi, oynayırdı, rolunu məharətlə ifa eləyirdi. Mən ümumiyyətlə bizim aktyorlarımızın dözümlülüyünə heyran qalıram. Həyat onu sübut elədi ki, Hacı Baba Bağırovun ürəyi çox gənc imiş. Çünki həyat yoldaşında, yəni evlənəndə özündən yaşca çox balaca idi. Həmidə xanım, gözəl xanım mıydınız?
İnanmıram ki Hacı Baba Bağırov da sizə eşq elan etməsin. Yəni Yox, çünki filmlər yox. məsələn filmlərdə oynasalar da indi Türkiyədə də görürük də. Yəni o obrazdan baxmayaraq ki, hansısa bir rolu oynayırlar, amma daha sonra ailə quranlar olur. O filmdə olan o proseslər yəni gerçəyə də dönüşür. Bax, Günay, mən neçədən filmə çəkilmişəm, nə qədər mənim tərəf müqabilim. Əgər elə hamısı filmdə çəkilənlər, filmdə çəkilə-çəkilə bir-birinə aşıq olsaydılar, mən ən azı 40 dəfə ərə getmişdim və s. Yox. Kino məhəbbəti tamam başqa bir şeydir. Sən obraza girirsən, teatrda aktyorlarımız var, tamaşa oynayırlar və sonra da hər kəsin öz ailəsi var, öz evinə, eşinə gedir və s. O indi dəbdəşib, teleserialları, türk seriallarında çəkilirlər. O yəqin ki, o proses uzun olmamalıdır. Mən belə başa düşürəm. Çünki serial illərlə davam eləyir. Hərçənd mən 6 serialı filmdə çəkildim, bizdə belə bir proses görmədim ata ocağında. Amma Türkiyədə hansı seriala baxırsan, sonra görürsən ki, o aktyorlar ailə qururlar. Sonra növbəti serialda başqalarıyla çəkiləndə bundan ayrılırlar ona. Yəni, bu yəqin ki, başqa bir mexanizmdir. Mən bunu başa düşmürəm, amma məndə belə olmayıb. Mən öz tərəf müqabillərimə həmişə böyük sayğı ilə, böyük hörmətlə yanaşmışam. Onların da çoxsu, hamısı demək olar ki, hamısı ailəli olub. Hətta Yol Əhvalatı filmində o vaxtdan Pançulidze vardı və mənlə çəkilirdi. Teymur Bəkirzadə onu səhnədir ki, mənə elçi gəlir, o səhnəni çəkirik də, tez-tez saata baxır. Axır Teymur müəllim rəhmətli dözmədi, qışqırdı ki, nu vaxtdan prekrati, oynayırsan aktrisa ilə tez-tez saata, nə olub? Dedi, arvadım saat 3-də zəng eləyəcək, pirqavorunda olmalıyam. Yəni, mən ağlıma gəlməzdi, o buydu, cavan adamdı, yəni ki, onda artıq ata idi, oğlu var idi, ailəsinə danışmaq istəyirdi. Söhbət ondan getmir ki, bunlar ailəlidirlər ya ailəli deyirlər. Mən sizə bir söz deyim, açıq etiraf edirəm. Əgər qismət varsa, sevgi belə şeydir ki, baxanda o insanı hiss edirsən ki, bu sənindir, bu sənin adamındır. Əgər o istək yoxdursa, 1000 dənə rola girginən, Leyli Məcnun oyuna, o olmayacaq. Yəni, kinoda məndə kino aktyorları idi, dostlarım idi, tərəf müqabillərim idi. Həyat isə başqa şey göstərdi. Sözün açığı biz o filmə baxanda gülürdük. Yəni düşünürdük ki, belə bir şey ola bilməz ki, yəni adam evli olduğu halda eşqə düşsün və Şirbalanı. Bəli, Şirbala yenidən eşqə düşsün və yenidən evlənmək arzusuna düşsün. Yəni biz buna fikirləşirik ki, belə bir şey ola bilməz. Yəni amma həyat onu sübut elədi ki, belə bir şeylər ola bilər və hətta çoxala bilər. Çünki indi o qədər adam eşidirik ki, evli olurlar, məsələn, hansısa bir bölgədə evlidir. Ona baxmayaraq yoldaşının xəbəri yoxdur, gəlib burada eşqə düşüb və yenidən evlənib. Bu yaxınlarda mən bu faktı bir daha eşitdim. Yəni bu artıq necə deyim, adi bir hala çevrilir. Bu təkcə incəsənət sahəsində və yaxud da bu hər yerdə var. Hər yerdə. Bu belə bir xəstəlikdir, yayılıb. Ya insanlar tamam başqa cür ailə dəyərlərinə yanaşmağa başlayıblar, qiymətləndirmirlər. Yəni nə isə tamamilə mənə elə gəlir ki, bunda həm də kütləvi informasiya vasitələrinin də çox mənfi rolu var. Çünki belə evdə ruslarda vardı, veriliş Dom 2. Bəli. Oradan başlandı. Yəni bu reality şoulardı. Sonra Türkiyə kanallarında da var. Bu o demək deyil ki, bütün dünya telekanallarında belə reality şoular gedib özlərinə talib seçirlər səni. Yəni bu nədir? Bu şou, bunun axırı nəyə gətirib çıxarır? Ailənin dağılmasına gətirib çıxarır da. Çünki nişanlı oğlandır, tutaq ki, vaxtilə sevdiyi qızı bir də baxı görür ki, çıxır, orada özünə talib seçir. Bu nə deməkdir? Təbii ki, insanda ailəyə olan marağı, inamı azaldır. Mən hesab edirəm ki, bu baxın, yəni yaxşılıqla bitmir belə şeylər. Yaxşılıqla bitməyəcək və getdikcə ailə institutunu qoruyub saxlamaq çox çətin olacaq bu gedişlə. Təəssüf ki. Çox təəssüf.
Amma bizim vaxtımızda da yəni müxtəlif filmlər var idi, müxtəlif dram əsərlərinə baxırdıq biz, incəsənətlə maraqlanırdıq. Orada da ailələrin dağılması barədə filmlər çəkilirdi. Həmişə olub bu mövzu, aktual olub. Ailə məişət mövzulu filmlər, məhəbbət mövzulu filmlər həmişə aktual. Amma tamaşaçını bu qədər tənəzzülə uğratmırdı. Yəni onun psixologiyasına belə təsir eləmirdi. Yəqin reality şoular tamam başqa istiqamətdə çalışır və birbaşa ev mədəniyyətsizliyini mən deyərdim ki, yəni mətbəx söhbətlərini efirə çıxarmaqla biz heç nə əldə edə bilmirik. Əldə etmirik, əksinə itiririk. Çünki bu bizdən gedir. Bizim mənəviyyatımızdan gedir. Biz xalqıq, bir xalq olaraq biz həmişə öz mentalitetimizi qorumağa çalışmışıq, amma bütün bunlar ailə dəyərlərinə zərbə endirir. Həmidə xanım, sevgi nədir sizin üçün? Baxır ki, sevgi nəyə? Vətənə, ailəyə, övlada. Aydındır ki, vətənə də var, anaya da var, övlada da var, dosta da var. Yəni ümumiyyətlə indiki dövrlə əvvəlki sevgilər arasında nə kimi fərq var idi? Ümumiləşdirilmiş formada soruşsaq. Mən bir söz danışım, əsl sevgidən. Mənə belə gəlir. Mən uşaq idim. 6-7 yaşım vardı. Nənəmlə baba daim küsülü idilər. Həyət ev idi. Nənəm gedib bu otaqda qalırdı küncdə. Babam da o bir küncdə evdə qalırdı. Baba məni çağırırdı belə yanına, gəl. Deyirdi ki, ala, bu şokoladı apar ver mənə evə. Mən də götürürdüm, onun qabağında açırdım. Ver nənəyə ver. Deyirdim, yox, onda birini də ver. Yazıq gedirdi, tapırdı, bir dənə də şokolad verdi mən ki, apar. Mən bir şokoladı yeyə gedirdim. Nənə, gələ. Kim göndərib? O. Götürürdüm, ikinci şokoladı da yeyirdim. Babam çağırırdı, buraya gəl. Verdin. Deyirəm, nəyi? Ay qız, mən sənə şokolad verdim ki, apar ver nənəvə. Nənə istəmədim. Kişi elə pis günə düşürdü ki, mən uşaq idim, başa düşmürdüm. Amma indi mənim gözümün qabağına gələndə bu sevgi deyil, nədir? Mənim üçün onlar yaşlı adamlar idi, 70-80 yaşı çatmış qocalar idi. Amma münasibətlərə gör, necə təmiz münasibət. Kişi öz arvadı ilə barışmaq üçün nəvəsini göndərdi ki, şokoladda, get apar ver nənəvə. Təsəvvür edin, məhəbbət budur, adi. Bəlkə də çox sadədir, səmimidir, amma bu sevgidir, bu diqqətdir. Bu bir bahalı bir şey deyil ki, gəl, hədiyyə, gəl, mənim sənə məhəbbətimi təzahürü. Yox, bu mənim sənə bir dənə gül verirəm, amma bu mənim gülümdür, mən bu gülü sənin dərmişəm, vermişəm, budur. Bir də ki, nənəmin baxışlarını heç vaxt unutmaram. Hər dəfə də mənə gəldi, deyir, bura gəl, dirimlə. Gəldi, kim? Babam da, deyirəm, bilmirəm, get qapısını döy, gör, içəridə adam, səs var ya, yoxdur. Yəni, bunlar bir-birlərini küsürdülər, barışırdılar, amma sevirdilər. Yaşlı adamlar, sevgi budur, amma sevgini yaşatmaq lazımdır. Bilirsiniz, bunu bəlkə bir çox qadınlar mənə qulaq asanlar təsdiqləyərlər. Əgər sevdiyin adam tərəfindən mənəvi travma alırsansa, bilmirəm, bəlkə başqa qadınlar, yaşa dolduqca da onu unuda bilmirsən. Və səni nə qədər çox sevsələr də, sən yadından çıxarda bilmirsən. Ona görə mənim kişilərə yeganə, mən oğlumu da həmişə demişəm, oğlum, heç vaxt sevdiyin adamın xətrinə demə. Bilirəm, bu çox çətindir. İndiki zamanda nə də çətindir. Bir də görürsən ki, nəsə ailədə konfliktsiz ailə olmur. Amma bacar dinən onun ürəyini yaralama. Söz yarasını sağaltmaq mümkün deyil. İllər o demək deyil ki, mən kinliyəm, yəni nəyəm.
və nə qədər sevgin var, cavanlıqda göstər. Düzdür, insanlar yaşa dolduqca daha çox bir-birlərini sevirlər, bir-birlərinə bağlanırlar. Çünki artıq uşaqlar böyüyüb, bunlar tək qalıblar, bir-birlərinə daha çox möhkəm yapışırlar. Amma mən bunu oğluma deyəni bütün cavanlarımıza deyirəm. Sevirsinizsə, ailə qurmusunuzsa, cavanlıqda sübut edin ki, öz sevginizi hər dəqiqə, hər an ona göstərin. Yaşa dolandan sonra bunlar lazım olmur. Yaşa dolandan sonra bir evdə bir pişik də sığalayanda onunla təskinlik tapırsan. Amma cavanlıqda cavanlara sevgi lazımdır, diqqət lazımdır, məhəbbət lazımdır. Çünki inanın mənə, yəni mən heç bir səmimi deyirəm. Çox şey bağışlayırsan, hər şeyi bağışlaya bilərsən. Xüsusən övladı var. Amma məhəbbətə vuran deyən dəyərlər, mən xəyanəti nəzərdə tutmuram. Söhbət xəyanətdən gedir. Söhbət dil şirinliyindən gedir. Daha doğrusu dil yarasından gedir. O unudulmur. O unudulmur. Bəlkə başqalarında başqa cürdür, bilmirəm. Qəlbinizə dəyənlər olubmu Həmidə xanım? Məsələn, zaman keçdikcə insan elə bilirəm ki, bağışlayır da. Bağışlayırsan da, rahat da, dostsan da o adamla. Amma mən hesab edirəm ki, məhəbbətin tənəzzülə uğramağının, məhəbbətin yox olmasının əsas səbəbkarı aldığın yaralardır. O qubar bağlayır və salam. Sən illər keçir, unudursan. Mən izah edə bilmirəm. İllər keçir, sən unudursan. Amma məhəbbət ölü baxır. Həmidə xanım, bu yaxınlarda Türkiyə kanallarının birində bir sorğu keçirdirdilər. Sosial şəbəkədə də yayılmışdı. Deməli, bəylərə sual verirlər ki, böyrəyinizi xanımınıza bağışlayarsınızmı, əgər ehtiyacı olarsa? Bəylərin hamısı deyirdi ki, bağışlayaram. Amma xanımlardan soruşduqları zaman, xanımlar dedilər ki, bağışlamarıq. Heç vaxt. Və çox qəribə idi ki, mən düşündüm ki, görəsən bunlar niyə bir mənalı şəkildə bəylər razılaşırlar, məhəbbətlə bağışlayarıq deyirlər. Xanımlar isə kəskin şəkildə əsla deyirlər. Mən anladım ki, cavanlıqda bəylər xanımlarına o qədər əziyyət veriblər, qəlblərini qırıblar ki, zaman keçsə də bağışlamırlar. Həmin o söz yaraları, o kin, nifrət artıq özünü büruzə verir, göstərir. Başqaca büruz. Mən sizə deyim, əlbəttə mən nə desəm, hamı deyəcək ki, Həmidə Ömərova da belədir. Yox. Mən ümumiyyətlə tanıdığım, ətrafımda olan qadınlarla söhbət eləmişəm və onlarda da müşahidə eləmişəm ki, hətta gözəl ailələrini dağıtmayıblar. Ailələri var. Amma özü yaşa dolduqca kişilər onları daha çox istəyir. Kişi qadına daha çox bağlanır yaşa dolduqca. Çünki başqa qadına ehtiyacı olmur. Bilir ki, böyründə olan xanımı çətin anda onun əlindən tutacaq. Ona qulluq eləyəcək, ona kömək eləyəcək. Bunu gec başa düşürlər. Amma qadın o qədər yaralanıb ki, onda o istək, o məhəbbət yoxdur. Və o kişinin nə qədər ondan sonra ona yaxşı da dolansa, necə deyim, qədrini belə bilsə, nə qədər hörmətlə yanaşsa da, çünki qadın, kişilər gözləri ilə sevir, qadın ürəyi ilə sevir. Qadın o qədər romantik olur ki, o qadında o romantikizmdən, sentimentallıqdan heç bir əsər əlamət qalmır və qadın nəyi də bağışlasa, söhbət ona getmək, bağışlayırdı. Amma ürək, o həmin ürək deyil. O ürək deyil. Ona görə ən əsas həmişə cavanlarımıza, uşaqlarımıza təlqin eləməliyik ki, ailə dəyərlərini hər şeydən üstün tutsunlar. Yəni, öz xanımlarına qarşı çox diqqətli olsunlar. Söhbət xəyanətdən getmir. Söhbət onlara münasibət, acılamasınlar, kobud söz işlətməsinlər, vaxt çox ayırsınlar ailəyə. Mən deyərdim ki, həftədə məsələn 2 gün onların ailə günləri olsun, ancaq ailəyə həsr eləsinlər. Belə qadın heç vaxt illər keçəndən sonra, hətta yaşa dolandan sonra daşlaşmaz.
başqalaşmaz. Həmidə xanım, heç olubmu ki, çirkin xanımın xoşbəxtliyinə qibtə eləmisiniz? Yox. Çünki deyirlər ki, gözəlin bəxti olmur. Siz də gözəl xanım olmusunuz. Necə də Qibtə gözəlsiniz. eləmək üçün o xoşbəxtlik hissini sən özün keçirməlisən də. Mən xoşbəxt olmayandan sonra mən kiminsə xoşbəxtliyinə necə qibtə eləyə bilərəm? Başa düşürsünüz? Gərək bir dəfə o sevinci sən yaşayasan ki, deyəsən ki, məndə belə idi, niyə elə deyil? Amma onda var. Amma əgər səndə əvvəllər elə olmayıb, sən o xoşbəxtliyi hiss eləməmisənsə, onu neyini qibtə eləsən? Yaxşı mənada, bəli, yaxşı mənada, məsələn, mən həmişə demişəm ki, mənim bir rəfiqəm olub, Fərqanə Quliyeva, rəhmətlik. Allah rəhmət eylesin. O həmişə deyirdi ki, mən 20 il dünyanın ən xoşbəxt qadını olmuşam. 20 il. Niyə məhz 20 il? 20 ildən sonra həyat yoldaşı toyda rəqs eləyəndə infarkt keçirdi və ürək iflicindən dünyasını dəyişdi, elə toy məclisində. Və bu qadın ondan sonra bir 25 il yaşadı. Amma dünyasını dəyişməmişdən qabaq oğullarını çağırdı və dedi ki, məni atanızın qəbrinin yanında yox, içində dəfn eləyin. Ay Allah. Onlar da onun 25 il keçmişdi bizim dini şəriətə görə olar və onlar analarının vəsiyyətlərini həyata keçirdilər. Yəni o məhəbbət, mən onun necə xoşbəxt olduğunu görmüşəm, şahidi olmuşam. O mənada qibtə eləmişəm ki, belə ailələr də olur. 20 il, o həmişə deyirdi, mən 20 il dünyanın ən xoşbəxt qadını olmuşam. Həmidə xanım, indi sevgilər çox cılızdaşıb. Əvvəl elə deyildi, elə bilirəm ki. Sevgi o vaxt cılız olur ki, sən elə bil ki, öz yarıvı, yəni öz tam olmaq üçün yarıvı tapmalısan da, tapmırsan. Sadəcə o, əgər səndə bu bir ay çəkirsə, 2 il, 1 il, məsələn üçün, bu sevgi deyil. Sevgi tamam başqa bir şeydir. Mən sevgi hissini keçirmiş bir adam kimi, təcrübəli bir adam kimi deyirəm ki, sən hətta onun ayaqlarının səsini, üzünü görmədən 1 kilometrlikdən hiss edirsən. Biraz üstünü düzəltdim, amma yəni sən otaqdasan, sən onun addımlarını bilirsən ki, odur. Sevgi budur. Sevgi odur ki, sən ona baxanda gözündən tanırsan ki, budur sənin yarın. Amma bugün bu qız xoşuma gəldi, sabah o birisi, bugün sən bir oğlanın nəsə xüsusiyyətini bəyənirsən, bu sevgi deyil. Bu sadəcə istəkdir. O da gəlib keçir. Payız yarpaqları kimi tez-tez tökülür və salam. Həmidə xanım, İngilis dilini öyrənirsiniz? Öyrənmirəm. Məşğul oluram ki, yadımdan çıxmasın. Mənim anam İngilis dili müəllimi olub, atam rəhmətlik fransız dili müəllimi olub. Anam da həmişə deyirdi ki, bax, elə bir gün gələcək ki, əsas dil İngilis dili olacaq. Həmişə deyirdi rəhmətlik. Öyrən də İngilis dili. Mən də deyirdim ki, anam, məktəbdə nə öyrədiblər onu bilirəm, özüm də əlaçıyam. Amma zaman keçdikcə gördüm ki, İngilis dili çox vacibdir. Mən xarici aktrisaların İngiliscə danışmaqlarını, məsələn, türk aktrisaları, bir çoxu aktyorlar necə sərbəst İngiliscə danışırlar. Bizdə də var indi elə aktrisalar. Ata ocağında mənim çəkildiyim Mənsurə, aktrisa Mənsurə xanım, o İngiliscə sərbəst danışır, həm də İngilis dili müəlliməsidir. Var elə aktrisalarımız çoxdur. Mən təəssüf ki, çox gec bunu bildim, başa düşdüm. Sadəcə proqram var. O proqramla 2 il yarımdır məşğul oluram. O elə bir oyun kimidir də, cümlələrdir. Rusçadan, Rus-İngilis duelinqada mən onunla məşğul oluram sadəcə. Boş vaxtım da olmur. Amma o bir gün ötürən, indi bugün 991-ci gündür mən məşğul oluram. Məsələn ki, vaxtım yoxdur demirəm, kitablara möhkəm başım qarışıb. Amma o ilə belə birdən yadıma düşür, gecə saat 12 olanda o bütün 990 gün batacaq deyə mütləq mən onu oynamalıyam ki, heç olmasa bir oyun, düzdür, liqadan yavaş-yavaş düşürəm aşağı, çünki elələri var ki, gündə 1 saat məşğul olurlar. Onda çox qabağa gedirsən də, yəni bərtə-bərtə. Amma mən vaxt tapıram 1 saatı, mən 10 dəqiqəli məşğul oluram, məsəl üçün, o böyük bir şeydir ki, bir gün qazanıram. Yəni itirmirəm günümü. İngilis dilində nəsə danışa bilərsinizmi? Fikrinizi ifadə edə bilərsinizmi? İngilislə, Azərbaycanlı ilə yox. Elə mi? Hə. Deməli, getmişik. Qısaca olaraq istəyirəm. Bir dənə danışım sizə, necə?
Bir dəfə çox maraqlı əhvalatla danışım. Deməli Hindistana getmişik, gənc vaxtlarımızdır. Bir qrup həkimlər getmişik Hindistana. Aralarında iki sənət adamı var, Dilarə Hüseynova, dublyaj rejissoru. Bir də mən 26-27 yaşımız olar. Getmişik Hindistana. Qrupumuzun da bir də bizə mail oğlan ingilis dili tərcüməçisi vermişlər bizə. Deməli Dehlidən uçmuşuq Şrinagara. Gəlmişik Qanq çayının sahillərinə. Orada da çayın sahilində də belə hindular gəlib belə padnoslarda bizə mirvari, nə bilim, firuzə satış üçün. Hə, gətirirlər, təqdim eləyirlər. Dilarə də bunu görən kimi gözləri qaraldı. Ay, gəl. Başladı bunun qiymətini mənə deyir ingiliscə. Mən də deyirəm, nə mən ingiliscə yaxşı danışıram. Yox, deyirəm ki, çox bahadır. Deyirəm, oh, it's very expensive. No. But it is how much? Deyir belə, deyirəm Dilarə, biz bunlardan danışanda bir də ayrılmışıq, görmüşük, nəsə aldıq da, biraz mirvari aldıq, biraz nəsə firuzə aldıq. Deməli, bir də gördük ki, çayın sahilində heç kim qalmıyor. Bizim turistlər hamısı çıxıb, miniblər qayıqlara, çıxıb gediblər. Biz ikimiz qalmışıq. Dilarə deyir ki, Dilarə də mənə deyir ki, həm də tez elə bunlara ingiliscə deyinən ki, bizim qrup, Rus qrupu, onda Russian qrupu gediblər, biz burada qalmışıq. Dedim, necə deyim, qayıqçılar da hamısı da qara, arı, uzun başlarında da ağ belənçinə çalmalar. Deyirəm, sir, mən sir deyən ki, bunların hamısının dişləri ağardı, ha, qayıqçıya sir deyirəm. Deyirəm, our group, bilmirəm, İngiliscə çox pis bilirəm də, o vaxt lap pis bilirdim. Məktəb səviyyəsində, go out and I, yəni mən, Hamidə Omarova and Dilarə Hüseynova stayed this. Ona da baxırlar, heç zaman özürlər. Dilarə deyib, tez elə, onlar bizi bir təhər eləyir, yavaş-yavaş, 15 nəfərdir, yığışır, belə bizi dairəyə alıblar, yavaş-yavaş dairə sıxılır və biz ikimiz burada qalmışıq çayın qırağında. Özü ki, adam qəribəyədə qorxur, vahmiyə düşür. Qorxulu, hava da qaranlıqlaşır. Mən də dedim ki, oh, I understand, deyirəm ki, I am actor, I am cinema actor, aktris, sonra deyirəm, you know Elizabeth Taylor, Richard Barton, Sophie Loren, Marcello Mastroianni, Hollywood, bunlar başladılar, yes, əl çalmağa, deyirəm, I am cinema actor, Hollywood deyəndə, bunlarla, yes, gəldilər, bizim çamadanlarımızı götürdülər, apardılar bizi ən gözəl qayığa, orada neçədən qayıq vardı, üstü belənçi qəşəng güllərlə bəzədilmiş qayıq oturdurdular, iki tərəfdən bizə o yellədə, indi o bizlər də avar çəkə-çəkə oxuyurlar, Mira Cuppa Hiccapani, biz də Dilarəni oxuyuruq orada, Patron Hindistani, gedə getdilər, bir də gördük ki, çayın düz ortasında bir gözəl belə şəhər, dəniz, yox, otel, çayın ortasında, otel, üstünə yazılıb Hollywood. Bizi gətirirlər bu Hollywooda. Nökərlər baş əyə, bizə deməli, onlarda adətdir, güldən çələng geçirdilər. İndi gedirik, otelin içinə girmişik, otağın, 1001 gecə nağılı, otağın içində, otağın içində bizi gətirirlər, axırda bir imarət kimi bir yerə, şeylərimizi qoydular, stolun üstünü bəzədilər, nə bilim, banandan tutub, cürbəcür ekzotik meyvələr, tropik meyvələr, sonra oturdu çörəyimizi yedik, başımızla qoyduq, yatdıq, o oteldə bizdən başqa heç kim yoxdur, bir də qulluqçular. Səhər saat 6-7 olardı, bir də gördük, bizim qrup rəhbərimiz Ağası müəllim qışqırır, Həmidə, Dilarə, çıxın bayra, sizi səhvən bura gətiriblər, bizim yerimiz deyil bura 7 ulduzlu otel. Necə tapıb bəs? Mənim o ingilis dil bilməyimi biliyorsun, mən indi onu istədim. Faydası. Tapdı, indi biz çıxdıq, bayra çıxmışıq, Dilarə deyir, nağıl qutardı. Çıxdıq bayra, gördük bir dənə yombul, yoğun bir hindu qarlı belə. İndi bizim Ağası müəllim ona danışır məsələni, o da ölür gülməkdən. Sonra deyib ki, Ağası dedi ki, mən onlara dedim ki, bu da bizim aktrisadır da, kino aktrisamızdır. O da dedi ki, o kökdə deyib ki,
Nə olsun da sizin aktrisa, bizim aktrisa, bizim olduğumuz. Da gəliblərsə, səhv gəliblər, elə düz olsun. 3 gün qalsınlar, qonağımız olsunlar. Və biz 3 gün həmin o ulduzlu, neçə ulduzlu, 7 ulduz oteldə qaldıq. Bizim qrup uşaqlar gəlirdilər, bizdə aş yeyirdilər, cürbəcür yeməklər yeyirdilər, hər cür yeməklər deyirdilər, siz cənnətdəsiz. Sizin sayənizdə ağzımız dada batdı. Bax, mənim ingilis dili bilməməyimin möcüzələri var, faydası belə olub. Amma yaş yenə özünü göstərdi ki, mən bir də neçə il bundan əvvəl, 6-7 il bundan əvvəl məni Tehrana Beynəlxalq Fəcr Kino Festivalına münsiflər üzvü kimi dəvət elədilər və orada da festivalda bilirsiniz də, müəllif kinosu festivalıdır, gündə 30 film göstərirlər və o filmlər ingiliscə göstərilir, yəni alt yazı ilə da, amma hər ölkənin öz dilində gedir filmlər. Mən də ingilis dilini o səviyyədə bilmirəm ki, alt yazını dərhal oxuyun, bilim nədir. Mən bilirdim ki, yanvarda dəvət olunmuşam, apreldə getməliyəm, ad günümü də orada keçirtdim. Deməli, mən o yanvar, fevral, mart, aprel 3 ay yarım ərzində mən də kitab qalmadı. Mən kanallarda ingilis dilində filmlərə baxmağa başladım, tərcümə eləməyə başladım filan. Və o səviyyədə öyrəndim ki, indi mən getmişəm ora, məndən də başqa münsiflər heyətinin üzvləri var. Və bir də deməli, bir türk rejissoru Zəki Dəmirqubuz idi və biri də gəlmişdi Qazaxıstandan, Amirbekov. O da müəllif kinosunun rejissorudur. Bir də buna İrandan bir tərcüməçi qız verdilər. Qız rusça pis danışır, başa düşmür. Bu məndən xahiş elədi ki, Həmidə xanım, sadəcə sən o ingilis dilindən mənə tərcümə eləyərsiniz. Mən dedim, bu ingilis dili bilmir ki. Mən oturdum onun yanında, peşəkar ingilis dili bilən kimi. Amma başa düşürdüm də, 3 ay yarım mən gecə-gündüz hazırlaşmışdım. Və mən, inanırsınız, o festivalda olan bir gündə ki, bizə 10 film, 15 film göstərirdilər, mən ona tərcümə eləyirdim. Bax, bu dili nə səviyyədə. Və o mənim yaddaşım, dil bilirsiniz, musiqi aləti kimi bir şeydir. Əgər sən onu hər gün məşğul olmasan, yaddan çıxacaq. Və ona görə də mən ondan sonra başladım bu dueling oyunu oynamağa. Siz ulduz aktrisasınız. Amma məsələn, digər ölkələrdə ulduz aktrisalar çox zəngin bir həyat sürürlər, amma siz çox sadə bir həyat sürürsünüz. Mən hesab eləmirəm ki, tutaq ki, mən dəbdəbəli saraylarda filan yerdə yaşasaydım, mən başqa cür olardım. O qədər dəbdəbəli yaşayan, zəngin həyat keçirən, amma o qədər sadə insanlar, gözəl insanlar var ki, yəni insan var ki, görürsən ki, heç sadə, zəngin də deyil, amma bir balaca bir şey olan kimi özünü belə dik tutur. O xarakterdir, xarakterdir. Mənim üçün, əlbəttə ki, mən o gənclik illərimdə, o çalışdığım filmləri mən xaricdə çəkilsəydim. Çünki bir dəfə bizə Birləşmiş Ərəb Emiratından nümayəndələr gəlmişdi. Çoxdan, mən gənc idim, 22-25 yaşım vardı, ildə 3-4 filmə çəkilirdim. Onlar sual vermişdilər ki, sən hər filmdən nə qədər alırsan, amma rus tərcüməçisi mənə başa salmışdı ki, mən olan qiyməti deməyəm, nə qədər alıram. Mən də 1-ə 10 qat şişirtmişdim, amma onlar yenə də təəccüblənmişlər ki, sən niyə bu qədər az alırsan? Tutaq ki, mən 100 manat almışdım, mən dedim 1000 manat alım. Bunlar məsəl üçün də. Onlar deyirlər, siz gəlin bir dənə filmə çəkilin, bir dənə, tutaq ki, 5 mərtəbəli bina alarsınız, məsəl üçün. Mən bunu bilirəm, amma xoşbəxtlik o ilə ölçülmür ki, sən nə qədər o qədər zəngin olub, bədbəxt olan insanlar var ki, mənim üçün, yenə deyirəm, əsas şərt zənginlik deyil. Şükür Allaha, dövlətimizin qayğısını biz xalq artistləri öz üzərimizdə hiss eləyirik və mən narazı deyiləm. Həyatımdan çox razıyam. Mənim üçün əsas vacib şərt, mən nə deyirəm, mənim ailəm, ailəmin can sağlığı, ətrafımdakiların, məni sevənlərin can sağlığıdır. İnanın ki, səmimi deyirəm. Valla, çünki mən həmişə deyirəm ki, Allah mənə o qədər yetirsin ki, yəni o pul məni, düz indiki yaşda insanı koramaq çətindir, mümkün deyil. Amma çox vaxt gənclərimizi doğru yola çəkməyən və müxtəlif nəsə puldur. Ona görə izafə pul da lazımdır. O qədər lazımdır ki, o acından ölməyəsən, yaşayasan, rahat yaşayasan.
minimal arzularımı, yəni həyata keçirə biləsən. Həmidə xanım, oğlunuz hansı işlə məşğuldur? O da televiziya işçisidir sizin kimi. Aha, hansı kanalda? Kanal S-də, bir də ki ARB kanalında çalışır. Aparıcıdır. Mənim verilişimin də montaj eləyir. O montaj sənətini keçməyib, amma super montaj bacarır. Niyə görə? Çünki mən kino tarixi müəllimiyəm və uşaqlıqdan hansı filmlərə qoymuşam, baxmağa, hansı filmlərə maraq göstərmişəm. Həmişə oğlum oturub mənlə baxıb, ona görə hansı filmdən danışıram, o saat bilir ki, hansı filmi, hansı filmlər montaj eləmək lazımdır, uyuşturmaq lazımdır və gözəl zövqü var kino sahəsində. Bəs gəlininiz? Gəlinim müəllimədir, hal-hazırda çalışmır, işləmir, amma müəllimdir, ibtidai sinif müəlliməsidir. Çox maraqlıdır ki, məsələn, evə döndüyünüz zaman necə qarşılayır sizi gəlininiz? Yəni, mən istərdim ki, bir qaynana olaraq hansı şərtləriniz var, nələrə göz yumursunuz? Bu haqda biraz danışaq. Mənim bir dənə şərtim var. Həmişə istəmişəm ki, onlar yola getsinlər, mehriban olsunlar. Hələlik bu şərt yerinə gelir. Həmişə də namazlarımda da Allahıma yalvarıram ki, axıracan belə xoşbəxt olsunlar. Yola getsinlər, bir-birlərini başa düşsünlər. Çünki bunlar bir-birlərini seviblər, ailə həyatı qurublar. Əsas odur ki, bir-birlərini sevsinlər, məhəbbət olsun. Çox sağ olun Həmidə xanım, gəldiyiniz üçün. Hər zaman var olun. Çox sağ olun. Bəlkə az-az görüşürük verilişlərdə sizinlə. Bilirəm ki, sizin zamanınız çox azdır o baxımdan. Amma sizi çox sevirik. Hamılıqla çox sevirik. Yəni, bilirəm ki, mən sizi sevməyən heç tamaşaçı görmədim, eşitmədim, duymadım. Yəni, istər bəy olsun, istər xanım olsun, illər keçsə də öz nüfuzunuzu saxladınız. Oynadığınız obrazlarla, hətta pedaqoji fəaliyyətinizlə hər zaman insanların məhəbbətini qazandınız. Hər zaman var olun. Sizi çox sevirik və arzu edirəm ki, gələn ildə doğum gününüzə gözəl bir veriliş hazırlayaq. Bəli, zamanında. Belə gecə olaraq deyil. İnşallah. Təşəkkür edirik studiyamıza gəldiyiniz üçün. Əziz və dəyərli izləyicilər, bizim verilişimiz yekunlaşır. Bir daha xatırladıram ki, sevimli xalq artisti Həmidə Ömərova idi qonağımız. Təşəkkür edirəm məni bugün hazırladığına görə İlhamə xanıma və eyni zamanda da Ayşən xanıma dərin təşəkkürümü bildirirəm saç və makyajıma görə. Çox təşəkkür edirik və əlaqə nömrələrini də sizə təqdim edirik. Gördüyünüz kimi siz də müraciət edə bilərsiniz. Bu gözəl xanımların əl işindən yararlana bilərsiniz. Ayrıca təşəkkür edirəm Line Francesco'ya, əziz və dəyərli izləyicilərimiz. Avropadan gətirilən ətirlərə siz də sahib ola bilərsiniz, hədiyyə ala bilərsiniz və yaxud da ki, hədiyyə edə bilərsiniz. Orijinaldır, brendlərin məskənidir deyərdim. Line Francesco, siz də müraciət edə bilərsiniz, əlaqə nömrəsində görürsünüz. Gələn həftə yenidən qarşınızda olmağı ümid edirik. Hələlik, Allaha əmanət olun.